Salamlayıram, axşamınız xeyir olsun inşallah. Bu mikrofonun güdəhliyi mənim ilə Azərbaycanda da çox başıma gəlib. Şamanlara yubiley tutublar, dedi Dəriya təlatıma gəlib. Çalıb oxuyurlar, 4 saat yarımdan da sonra bizi çağırıblar. Başladım, çalğıya girişanda Zəlimxan rəhmətli mücri idi, bərnamə apar, deyə saxla, bərtləndi, eşidirəm. Belə də stres bastım, görəsə nə ittifaq olub, dedi gəlin onun mikrofonun qaydını, onun uzunluğu özü əlini iş verib. İndi valla, mən gərək əyləm oxuyam bunu. Əsrlərdən, nəsillərdən, atalarımızdan, babalarımızdan, tarixin üzü güşəsi görməyən yerdən, göz yaşı kimi süzülüb gələn, elimizin, obamızın, xalqımızın adət-i ənənəsi bugün gəlib çatıb bizim məclisimizə. Mənim şair Məzahir qardaşım, oğlun Kiyomərz bəyin toyun mübarək deyirəm. Allah ağrılı, acılı, fəna dünyadan köçüb gedənlərimizə rəhmət eləsin. Sizlərə də uzun ömür, can sağlığı. Bir yerdə ucalsınlar, bir yerdə baz alsınlar, bir yerdə qocalsınlar, həyat meyvəsindən bəhrələnsinlər. Qardaşı, qarlı dağdan qardaşı, xəstənin könlü nar istər mənim könlüm qardaşı. Şair Məzahirin böyük qardaşı, ağıllı, huşlu, ədəbli, nəzakətli, şəxsiyyətli və özü böyük hünərmənd ustad Cahangir Təhmasib cənablarına həsr elədiyi şeiri isti-isti mən oxuyum, sizə can sağlığı inşallah.
Hər kəsin